Deməli, yoldaşlar, növbəti yaz mətnimizin cavablarına baxaq, doğru cavablarına. Deməli, baxın. Deyir ki, mətnin nöqtənin yerinə hansı ifadə artsa məzmununa və yazın xarakterinə uyğun gələr. Nöqtələr buradadır. Və deyir ki, Sultanım, siz digər sərçələrə tapşırıq verməz, ona görə də gedib bütün lazım olan məlumatı öyrəndim. Nə ilə maraqlanacağını təxmin etdim. Bəli, gedib təxmin etdi və maraqlanacaq təxmin edib, gedib bütün lazım olan məlumatı öyrəndim. Və bu da onun daha çox istənilməsinə şərait yaradan xüsusiyyəti idi. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Deməli, baxın, burada giriş hissəsinin deyir də, düzdürmü? Giriş hissəsinin. Burada Sultan Mahmudun dərrakə, dürüst sərkərdəsi olmasından, xətrin çox ödəməsindən, bütün sərkərdələrdən daha artıq ona haqq ödəməsindən danışırdı. Deməli, başqa sərkərdədən üstün tutulması, sevimli sərkərdəsi, haqq ödənilməsi, keyfiyyətlərə malik olması, fərqli xüsusiyyətləri artıq ola bilməz. 39-da deyir ki, mətnin tərkibinə bağlı doğru fikri müəyyən edin. Sonluqda mətndən çıxan nəticədə ifadə edən deyim verilib. Nəticədə belə bir şey yoxdur. Deməli, bu getdi. Bu getdi. Sultanın Eyvaza münasibəti yalnız əsas vəzifədə özünü göstərir. Xeyr, girişdə də var idi. Elə burada biz bunları görürük. Sultan Məhəmməd ədalətli olduğu nəticə hissədə bilinir. Yox. Giriş hissədə əsas obrazın xarakterə bağlı qənaətə gəlmək mümkündür. Bəli, D variantı cavabımız olmuşdur. Mətnə görə Eyazı başqa sərçədən fərqləndirən xüsusiyyəti nə idi? Başqa xüsusiyyəti fərasəti idi. Bəli. Üzərində rəqəm yazmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Üzərində rəqəm yazılmış ifadələr deməli hünər, bir də ki hörmətlə. Hünər, hörmətlə öyrəndim, ağzı açıla qalmış, üzünü çevirmək. Düzdürmü? İndi deyir ki, doğru şey, mərifət sözlə əvəz edilsə kontekst daha uyğun gələr. Hünər, hansı hünəri var ki, mərifəti yox, bir getdi, biri götürə bilməzsən. Hörmətlə təzim edərək, ehtiramla deyir ki, məcazi mənalı qarşılığı yox. Niyə məcazi olsun ki, ikini də çıx. Üçüncüsü, məlumatları öyrənmək, peşə öyrənməklə aidiyyatı yoxdur. Heyrətlənmək, bir də üz döndərmək. Bəli, 4-dən 5 doğru olacaq. Ona görə də A variantı cavabımız olmuş olur. 40-da deyir ki, cədvəldə mətndəki problemi Eyazın davranışı sərkərdənin narazılığı. Problem budur, sərkərdənin narazılığıdır. Bunun davranışı deyil. Deməli, 1 olmayanları çıxaq. 2 olanı da götürəndə elə B variantı cavabımız olmuş olur. Və çıxdaşla rahat tapırıq. Mətndə tünd qərarlı verilmiş fikri hansı deyimlərlə qüvvətləndirmək olar? Deməli, bax burada tünd qərar. Deyir ki, indi Eyazın niyə 30 nəfərin əmək haqqına bərabər ödəniş verəcəyini anladınız. Görürsünüz, bu belə onun bacarığının qarşılığının azdır. Bəli, hər kəs öz meyvəsini, əməlinin meyvəsini dərər. D variantı olmuş olur. 44-də deyir ki, mətndə əsas fikrə uyğundur. Mətndə əsas fikrə uyğun olan yoldaşlar işi bilənə tapşırırlar. Bir də çörək və çörəkçi birində üstəlik deyimi daha uyğun olmuş olur. Ona görə A variantı cavabımız olur 44-də. Deməli, Sultan Mahmud obrazına 2 xarakterik. Ədalətlidir, müdrikdir. Bəli, insanlara dəyər verməyi bacarır. Bax, görürsünüz, biz bunu düz götürmüş oluruq bu xüsusiyyətləri. Mətnə əsasən cədvəlin boş xanalarına uyğun. İndi burada cədvəl yoxdur orada, səbəb məqsəd istəyə bilər. Sərkərdələrin narazılığı cədvəlində yoxdur. Biz onu deyə bilmərik dəqiq. İndi burada yazılan əsasən də fikir bildirmək sizi yanıltmasın. Deməli, bizim burada suallarımız bitdi. Bəli, növbəti ikinci mətndə sizlərə təqdim edəcəm.